Herkese salam, kanalıma hoş geldiniz. Bugün kentdeyim ve istəyirəm ki, bugün kentdən bir video çekim, bir vlog çekim. Bu arada sesim yine düzelmir ki düzelmir. Dünən yaxşı idəsində, sonra akşama doğru yine boğazım ağrımaya başladı ve bugün sesim yine belədir. Belki birazdan açılacak, daha yeni uyandım. Ama təəssüf ki bu boğaz ağrısı artık 2 aydır ki bu halda devam edir. İndi kapşonumu giyindik. Həyətdə biraz sərindir məncə. Hələ bulutludur hava. Ama quş səsləri falan gəlir. Neyse indi həyətə çıxacağım. Biraz saçım falan darayım. Ondan sonra səhər yeməyini yeyib görək bugün neler olur. Bugün akşam əslində bir tane toy var. Oraya hazırlaşacağıq ama akşama kadar bahçede falan gidip gezeceğim. Meşe. Meşe yok. Bu neyliydi bu çörek? Çekili. Bu ne yakşilendi? Akşam pişirdin. Sünger gibi. Anacığımın ellerinden. Bu da tam bu. Təbi, buğda unundan çörek. Ev yağı. Ev balı. Bu ne diyor? Bu da babamın çöreğiydi kutu. The sun is shining bright like a Miau. Hepsi bakıyor. Korkma. Ay çok sevindi. Çekme. Evde o yaklaşık. Burada da ördek var dedim ama. Altında yumurtaları var. Aman kaçma. Korktum. Kaçtım. Çok güzel. Deməli rayon mərkəzinə getdim, gəldim, işimiz bitirdik. İndi üstüm dəyişib mamamın bağçasına gedəcəyik. Görək nə var, nə yox. Çiyələk var və alça var, bilmirəm indi nələr var. Biraz gəzək. Axşam da toya hazırlanacaq, ancaq saat indi 1 olur. Bu tişörtü de yeni almıştım. Çok hoşum geldi. Yok. Buyurun danışın. Başı salın. Şeker gibi alıp. Göz ama ne güzel olur. Güzelliğine çalkardı mı? Katı töktü. İsti su töktü. Güzel oldu mu yağ? Yok. Tamam mı? Oldu, Güzel oldu. mi oldu? Aferin. Ben tekrar alayım. Her şey geldi şimdi. Üstüme. Soğuk suda. Soğuk su. Şimdi biraz da çalkayacağım. Yağı hem katıldı şey olacak. Beğenecek hem de yakı olsun. Ağzı çıkmak. Ya hazır. Neden ayrılsan? Şimdi yağacağım hiç. Yığ.
Tutursana koşu olsun da yani gittim. Çıkar toplam. Yok doktor çıkın. Ne dersin ya? Bu bankalarını da bu yıl doldurasına. Yani aklımda oldu. Allah korusun değil mi? Bu nedir? O hazır şey garnitür. Bu nedir? Bu nedir? Sana da. Bak. Yüreğimin istəyirdi. Yiyin, orada o gün təbii anam qava qoydum ki. Bunlar nedir? Soğan rəqəsi. Soğaldı, ciğerləndi, qarıqlaşdı. Mən pavidələrdi. Çünki mən bir atız düzəltmirəm ki. Turşular dolara qoxuram deyirəm birdən. Qapaqları yerişiyor olur. Pastan. Neden getireyim? Mini kime olur? Bismillah. Bak bak. Su kemesi. Bunlar inmez. Yok su bekleyecek. Gördün mü taş bunu? Görmedim. Fiu 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 fiu. Şimdi burada ne kadar süt var, ne kadar yağ? Fiu ya. Şimdi burada kaçta 30 litre süt var. Qatık var. Şimdi bu çıxacaq görəcəksən. 30 litre qatıq. Qatıq dərkən? İndi qatıq edirsən, sütdən olmur ki. Pişirirsən sütü, qatıq kimi çalırsan, değil mi? Elə daş kimi mi çalırsan? Yox, daş kimidir o. Qazan bu. Normal qatıq çalır. Qatıq. Sonra Sonra tam pişirmirsən, değil mi? Biraz gözləyirsən, ondan sonra da üşüyor, salan da şey edirsən, onu da buna qoyursan. Onda qatıq yaxşı. Bir an yağ yaxşı. Qatıqları mı yığırsan yoxsa südü mü yığıb bir kərə yelirmiş? Yox, qatıq yoxdur, qatıq qazan gibi oldu. Tək qatıqdır da daş kimi. Deməli indi gəldim. Belə bir kostyum var idi. Mən bunu çoxdan yollamışdım kəndə. Amma indi baxdım nəsə xoşuma gəldi duruşu falan. Bunu götürüb apara bilərəm, geyinə bilərəm deyə düşündüm. Əslində əvvəl çox arıq olduğum üçün heç yaxşı durmurdu bəzi şeylər. Ona görə hamısını əlimdən çıxardırdım. Ya kəndə göndərirdim, ya atırdım. Amma indi nəsə bunun duruşu xoşuma gəldi ki, bunlar hələdəki trenddir. Yəni bu qolunun bu detayı falan xoşuma gəldi əslində. Bu plaşda mamamın cavanlıq vaxtında xatırlayıram. Yəni mənim kimi yaşlarda olanda geyinirdi. Çox keyfiyyətli bir plaşdır. Həqiqətən sapsağlam durur. Normalde belə keyfiyyətsiz dərilər durduqca qabığı soyulur. Amma bu həqiqətən çox keyfiyyətlidir və bəlkə qışa kimi dursun qışda. Bəlkə gəlib bunu da alıram. Biraz qalındır əslində, amma çox gözəldir. Bax indi bunun tam duruşunu göstərə bilmirəm. Superdir. Bu arada bu orijinal dəriymiş. Yəni həqiqi dəriymiş. Ona görə illərdir belə qalıb. Yəni bu mənlə eyni yaşdadır deyə bilərəm. Çünki mamam elə mənim yaşlarımdaydı deyə xatırlayıram bunu geyinində. Hətta bu papaq hissəsinin ucunda tükləri vardı. Mən tük detayını sevmirəm amma baxın. Çox gözəldir. Hər hansı bir markada bu həqiqi dərinin heç həqiqi dəri olmasa belə çox bahalı qiyməti olur. Tam boydan göstərə bilmirəm. Heç olmasa çapışıqlarımızı dəyişin. Değiş değilsen değişeyim. Hələ buna baxın, bu da mənimdir. Bunu da yenə vaxtı ilə bəyənməmişəm. Dediyim kimi əvvəl arıq olduğum üçün çox yaxşı durmurdu heç bir şey. Ona görə bəyənmirdim amma indi bu da xoşuma gəldi. Bunu da təzədən götürürəm. Bir ora gedir, bir bura gəlir. Şimdi saçım hazırda biraz nem kimidir. Bir çay içeceğim ama evden bir saate falan çıkarak yəqin ki. Sonra yavaş yavaş hazırlıklara başlayacağım. Bahçeye gitmeye çattırabilmedim təəssüf ki. Bir daha gelsem onda giderik. Şimdi biraz çayımı içip çay keyfi eləyib ondan sonra saçımı falan eləmək istəyirəm. Saçım üçün elə qeyri-adi bir şey gətirməmişəm. Sadəcə fırçalı qurudanımı gətirmişəm. Ondan eləyib bigudilərə sarmaq istəyirəm amma onu tutturmaq üçün də bir şey gətirməmişəm. Bir tane bir şey eləyərək olmadı. Sadəcə düz olar. Sonra makyaj eləyib evdən çıxaraq. Burada da qəşəng tatlılarım var. Bu şəkərparədir. Bu revanidir. Bu da normal cupcake'dir. Burada da börekler var. Dünən qonşularımla pikniğe getmişdik ve oradan kaydanda herkes bir çeşit tatlı eləmişdi ve onlardan bile götürmüştüm. Bu şəkərparəni çox sevirəm. Yəni ki aşırı dadlı gəlir mənə. Normalde çok şərbətli ve şirin şeyler heç sevmirəm ama
Türklərin bu şəkərparesini həqiqətən çox sevirəm. Ağızda belə dağılan bir şərbətli tatlıdır. Saçlarımı daraqlı fenimlə burmağa çalışdım və bigudilərə bükdüm. Sonra isə üstündən belə paltar şpilkalarıyla bağladım. Teknolojiya. Həqiqətən bizdə çarələr tükənməz. Neysə, indi isə makyajımı eləyirəm. Amma sonra görəcəksiniz ki, bu şpilkaların da heç bir xeyri olmadı. Saçım düz oldu. Hazırlanandan sonra isə bir neçə şəkil çəkdirdim. Amma buraya video çəkməyi unutmuşam yenə həmişəki kimi. Ancaq şəkillərdən bir-iki dənə qoyaram və sonra bir dənə video qoyacağım. Orada da toyda, daha doğrusu toyda gəlini götürəndən sonra kənd mənzərəsində biraz gəlin oynatdıq. Ondan sonra isə toy evinə düşdük. Toy mənim xalam oğlunun toyu idi. Bu videom biraz qısa oldu. Bir günlük bir vlog idi. Ancaq bəzi yerlərdə dediyim kimi unutmuşdum video çəkməyi. Videomu bəyənib kanalıma abunə olaraq mənə dəstək olsanız çox sevinərəm. Bir sonraki videoda görüşərik. Hələlik.